Təsəvvür edin ki, güzgünün qarşısında dayanmısınız, gözlərinizə, üz cizgilərinizə baxırsınız və düşünürsünüz ki, bəli, bu mənəm. Yəni, mütləq şəkildə unikal, bənzərsiz bir fərd. Aha, hamımız bunu edirik. Dəqiq. Amma birdən kimsə sizə yaxınlaşıb pıçıldayır ki, o güzgüdə gördüyünüz əslində siz deyilsiniz. Oy, bu biraz qorxuducudur. Hə, dəhşətlidir. Sizə deyir ki, o görüntü sadəcə indiyə qədər qarşılaşdığınız, eşitdiyiniz, yəni təsirləndiyiniz minlərlə başqa insanın bir araya gəlmiş kollajıdır. Sadəcə bir yansımadır. Yəni sırf bir illüziya. Özlüyümüzdə əsl biz olmaqdan, necə deyərlər, qorxduğumuz üçün yaratdığımız çox rahat və təhlükəsiz bir illüziya. Bax, elə bu narahat edici, həm də sarsıdıcı fikir bizi bugünkü dərin təhlilimizin düz mərkəzinə aparır. Xoş gəlmisiniz. Bu dəfə incələyəcəyimiz mənbə sadəcə olaraq mətn adlanır. Çox qısa, fəlsəfi, amma olduqca dərin bir yazıdır. Çox düşündürücü bir mətindir. İnsan təbiəti, cəmiyyət haqqında adamı doğrudan da divara qısnayır. Elədir ki, var. Söhbətə başlamazdan əvvəl isə bir məqamı mütləq dəqiqləşdirim. Bu mətndə İslam tarixi, peyğəmbərlik, bəşəriyyətin çox kəskin tənqidi kimi kifayət qədər ağır teoloji və fəlsəfi iddialar var. Bəli, xeyli iddialı mövzulardır. Və bizim buradakı məqsədimiz heç bir halda bu iddiaları təbliğ etmək, tərəf tutmaq və ya hansısa inancı mühakimə etmək deyil. Qətiyyən. Biz sadəcə bu orijinal mənbədəki fəlsəfəni, ideyaları sizə olduğu kimi çatdırmaq üçün buradayıq. Yəni, sadəcə elçiyik, məlumatı analiz edirik. Tamamilə doğrudur. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Mətnin düz mərkəzində çox maraqlı bir anlayış dayanır. Müəllif buna aid etmə deyir. Aha, aid etmə. Müəllif iddia edir ki, biz hər şeyi, hətta özümüzü belə daim başqalarına aid edirik. Biz dünyaya tək və bənzərsiz bir ruhla gəlirik, amma gələn kimi o özəlliyi itiririk. Dəqiq. İtirib özümüzü kütləyə aid edirik. Bilirsən, müəllifə görə bu aid etmə prosesi əslində insanlığın ən böyük faciəsidir. O xüsusi vurğulayır ki, bu yer kürəsi 1000 illərdir ki, sadəcə kopyalanmış beyinlərdən ibarətdir. Kopyalanmış beyinlər. Çox sərt ifadədir. Hə, yəni biz orijinal, yeni bir fikir istehsal etmirik. Sadəcə başqalarının düşüncələrini, qorxularını, ümidlərini kopyalayırıq və özümüzünki kimi yaşayırıq. Amma bir dəqiqə, burada biraz dayanaq. Kopyalanmış beyinlər filan. Müəllif bunu lap belə faciə, mənfi bir hal kimi təqdim edir. Lakin bir qədər tənqidi yanaşsaq, kopyalanmaq elə bəşəriyyətin sağ qalma mexanizmi deyilmi? Nə mənada? Yəni, mən təkəri yenidən icad etmək məcburiyyətində deyiləm də, o ideyanı məndən əvvəlkilərdən rahatca kopyalaya bilərəm. Niyə müəllif ətrafımızdakilardan öyrənməyi, onlara bənzəməyi belə dəhşətli bir xəstəlik kimi qələmə verir? Bax, bu çox yaxşı nöqtədir. Texnoloji və ya praktiki bilikləri ötürmək baxımından kopyalamaq doğrudan da səmərəlidir. Lakin... Mütləq bir amma var. Əlbəttə. Lakin müəllifin burada hədəf aldığı şey alətlərin və ya texnologiyanın kopyalanması deyil axı. Söhbət bizim fəlsəfi, mənəvi, intellektual varlığımızın kopyalamasından gedir. Fərqli şeylərdir. Təkəri kopyalamaq sənin həyatını asanlaşdırır, bəli. Amma inancını, əxlaqını, həqiqət axtarışını kimdənsə kopyalayanda, sən artıq fərd, düşünən bir şəxs olmaqdan çıxırsan. Psixoloji baxımdan yanaşsaq, baxın, insan beyni enerjiyə qənaət etməyə proqramlaşıb. Məşhur kognitiv yük məsələsi. Tam olaraq, orijinal, fərqli bir fikir yürütmək, mövcud inancları sorğulamaq beyindən böyük bir kognitiv yük tələb edir. Bu çox yorucudur. Yəni, beyin tənbəllik edir. Digər tərəfdən isə kütləyə aid olmaq, onların fikirlərini eləcə təkrarlamaq, beyin üçün çox asan və ən əsası təhlükəsizdir. Yəni, biz qəsdən düşünməməyi seçirik. Çünki bu, emosional cəhətdən, necə deyərlər, daha rahatdır. Qoy başqası düşünsün, mən kopyalayım. Dəqiq. Və mətndə bununla bağlı çox gözəl bir metafor var. Müəllif yazır ki, insan günəş işığını görər, lakin ona verilən o işığı bilərəkdən ayın işığı ilə əvəz edər. Bu çox dərindir. Niyə görə belə edir ki?
Çünki günəş işığı, yəni mütləq, saf, o kopyalanmamış həqiqət insanın gözünü qamaşdırır. Yandırır. Bəli, ona birbaşa baxmaq ağrılıdır. İnsanın reallığını bütün çılpaqlığı ilə görməsi daxili bir sarsıntı tələb edir. Bir növ köhnə inancların dağıntısını istəyir. Ay işığı isə Ay işığı isə ikinci əl həqiqətdir. O sadəcə günəşin yansımış, zəifləmiş, filtrlənmiş versiyasıdır. Gözü yormur, yumşaqdır, romantikdir və rahatdır. İnsanlar kütləvi şəkildə ay işığında yaşamağa üstünlük verirlər. Çünki əsl həqiqət onlara ağır gəlir. bax bu doğrudan da düşündürücüdür. Və əslində bilirsiniz, bu təkcə min illər əvvəlki cəmiyyətlərə yox, bugünümüzə, elə lap indi yaşadığımız həyata da çox aidiyyət olan bir məsələdir. Tamamilə razıyam. Əgər bizi dinləyirsinizsə, bəlkə də indi ürəyinizdə düşünürsünüz ki, yox əşi, mən belə deyiləm, mənim öz müstəqil fikirlərim var. Amma gəlin gündəlik rəqəmsal vərdişlərimizə baxaq da. Sosial şəbəkələrə. Hə, sosial şəbəkələrdə o məşhur əks-səda otaqlarında etdiyimiz nədir? Biz ancaq bizim kimi düşünən insanları izləyirik. Eyni qəzəbi paylaşırıq, eyni şablonlarla arqumentlər qururuq. Özümüzə bənzəyənləri yığırıq ətrafımıza. Dəqiq. Kimsə sərdiriməsə deyəndə isə onun üzərinə hücum çəkirik. Yəni biz günəş işığını axtarmırıq. Biz sadəcə öz ay işığımızı daha da gücləndirəcək o rahat yansımalar axtarırıq. Elədir ki, var. Və mətndəki ən vacib nüanslardan biri də bilirsən nədir? Müəllif bu vəziyyəti insanların intellektual səviyyəsi ilə, yəni IQ-su ilə əlaqələndirmir. Aha, yəni söhbət savadsızlıqdan getmir. Qətiyyən. O demir ki, insanlar küt və ya savadsız olduqları üçün həqiqəti görə bilmirlər. Məsələ o kopyalanmış beyinlərin təmin etdiyi konformizmdir. Yəni sürüyə qoşulmaq istəyi. Bəli, çox ağıllı, savadlı bir insan belə cəmiyyətdən qovulmamaq, qəribə görünməmək üçün cəsarətsizlik edib, bilərəkdən o zəif ay işığına qane ola bilər. Əgər biz hamımız ya da ən azından əksəriyyətimiz bu qədər dərin bir kopyalama mexanizminin içindəyiksə, onda bu bizim qəbul etdiyimiz doğrulara, o 1000 illik tarixə necə təsir edir? Nə mənada? Yəni, demək istədiyim odur ki, əgər beynimiz daim enerjiyə qənaət edirsə və ancaq köhnə qəliblərə sığınırsa, deməli bizə gəlib çatan tarixi həqiqətlər, fəlsəfi mətni hesab etdiyiniz kəlamlar belə artıq orijinal deyil. Bax, məhz o nöqtəyə gəlirik. Müəllifin də arqumenti məhz budur. O deyir ki, o kəlamlar, o tarixi doğrular da öz həqiqəti ilə çoxdan vidalaşıb, saxtalaşıb. Tam bir təhrif. Hə, cəmiyyət o qədər kopyalanmış bir strukturun içinə girib ki, onlar artıq yeni bir şey, necə deyərlər, orijinal bir günəş işığı görəndə onu anlamaq qabiliyyətini itiriblər. Bəs əvəzində nə edirlər? Mühakimə edirlər. Xüsusən də mesajı yox, bu çox önəmlidir. Mesajı yox, o mesajı gətirənin statusunu mühakimə edirlər. Bu məqamda mətndəki o çoban və bağça uşağı nümunəsi yada düşür. Çox maraqlı və elə bugünkü həyatımıza toxunan bir hissədir o. Hə, o misal çox dərindir. Yazılır ki, bəzən bir çoban və ya uşaq elə fəlsəfi, elə dərin bir söz deyər ki, o söz ətrafdakılar tərəfindən dərhal aşağılanar. Çünki statusu yoxdur. Dəqiq. Çünki onu deyən cəmiyyətdə statusu olmayan biridir. Heç kim sözün içindəki o saf məntiqə, o işığı baxmır, hamı mənbəyə baxır ki, sən kimsən ki, bunu mənə öyrədirsən. Bu bilirsən tam klassik bir qavrayış xətasıdır. Bizim qəbul etdiyimiz cəmiyyət qəliblərinə görə müdriklik yalnız müəyyən aidiyyəti olan adamlardan gələ bilər. Məsələn, filan universitetin professoru olmalıdır. Hə, professor olmalıdır, ya filan təşkilatın rəhbəri, ya da uzun, ağsaqqalı olan yaşlı bir müdrik. Əgər bir uşaq və ya bir çoban o eyni mükəmməl fikri səsləndirirsə, bizim o kopyalanmış beynimiz dərhal qısa qapanma yaşayır. Error verir, necə deyərlər. Tam olaraq, çünki o bilikləri yox, statusları emal etməyə öyrəşib. Mən bunu inanırsan tam olaraq bugün sosial mediada görürəm. Təsəvvür edin ki, kimsə Twitterdə və ya LinkedIn-də doğrudan da inqilabi bir fikir paylaşır. Bizim ilk reaksiyamız nə olur? Biz fikri analiz edirik. Qətiyyən. Yox,
Biz birinci adamın profilinə daxil oluruq. Görək bu adam kimdir, neçə izləyicisi var? Mavi quşu varmı, yoxmu? Hə, təsdiqlənmiş hesabdır yoxsa yox, hansı şirkətdə işləyir? Əgər o adam sıradan heç kimin tanımadığı biridirsə, biz o dahiyanə fikri heç vecinə də almadan kaydırıb keçirik. Görməzdən gəlirik. Çünki o bizim gözümüzdə çobandır. Biz mesajı oxuyuruq, amma mesajı deyil, statusu mühakimə edirik. Yaxşı, bəs bu mexanizm tarixin axarını necə dəyişib? Mətnin burada olduqca güclü və mənim üçün də gözlənilməz bir arqumenti var. Çox kəskin bir arqumentdir. Müəllif bütün bu kopyalanmış zehniyyəti, o status xəstəliyini sındırmaq üçün bir sual verir. Deyir ki, məgər Həzrəti Məhəmməd də çoban deyildi? Bəli, bax bu mətndəki ən kritik keçidlərdən biridir. Müəllif burada Peyğəmbəri sadəcə dini bir fiqur kimi yox, kopyalanmış beyinlər cəmiyyətinə qarşı edilmiş ən böyük intellektual partlayışın simvolu kimi təqdim edir. Sistemdən kənar bir inqilab. Tamamilə. O dövrün Məkkə cəmiyyətini düşünün. Statuslar, tayfa başçıları, ticarət elitaları, özlərini ən ağıllı sayan, titullu adamlar və birdən o sistemin tam kənarından elitanın gözündə statusu sadəcə çoban ola biləcəyi biri gəlir. Və sistemi alt-üst edir. Bəli, o, həmin o titullu adamların onu elmləndirməsinə ehtiyac duymadı. Yəni o vaxtı cəmiyyətin, necə deyərlər, Oxford və ya Harvard məzunlarından deyildi, o kopyalanmış sistemin qidalandırdığı biri deyildi. Dəqiq. O, ay işığından çıxıb elidir ilahiyyat elmini, Qur'anı, yəni birbaşa günəş işığını gətirdi. Və ən maraqlısı bilirsən nədir? O kopyalanmış, qürurlu beyinlər əvvəlcə onu məhz bayaq dediyimiz o status məsələsinə görə qəbul etmək istəmədilər. Niyə bizə yox, ona gəldi deyə? Bəli. Bu mesajı niyə bir zadəganə, bir rəhbərə yox, məhz sadə bir adama gəldi deyə sorğuluyurdular, amma nəticədə o saf işıq kütlələri arxasınca apardı və köhnə qəlibləri darmadağın etdi. Yaxşı, gəl bu nöqtədə biraz dayanaq, çünki bilirsən mən burada çox təbii bir ziddiyyət hiss edirəm. Buyur. Sən deyirsən ki, sistem darmadağın oldu, qəliblər qırıldı, böyük kütlələr günəş işığına çıxdı. İndi məntiqən düşünsək, bu böyük inqilabdan sonra bəşəriyyət ayılmalıydı da, elə deyil. Yəni nəzəri olaraq o ayda etmə xəstəliyindən, kopyalama mexanizmindən birdəfəlik xilas olmalıydıq. Amma tarixə baxırıq, eyni problemlər, status dalınca qaçmaq, kütləyə uymaq bu gün də davam edir. Bəs niyə insanlıq o nəhəng işıqdan sonra belə dəyişmədi? Bax, burada məsələ insan psixologiyasının ən böyük faciəsinə, yəni onun inadkarlığına gəlib çıxır. Bəli, işıq gəldi, köhnə bütlər qırıldı, amma mətndə çox kədərli bir ironiya var. Nədir o? İnsanlar qısa bir müddət sonra o gələn saf ilahiyyat elminə belə toxunmağa, onu öz köhnə çürümüş vərdişlərinə uyğunlaşdırmağa başladılar. Bayaq toxunduğumuz o kognitiv yük məsələsini xatırlayırsan? Hə, orijinal düşünmənin günəş işığının yorucu olması məsələsi. Məhz o, günəşin altında daimi yaşamaq çətindir axı. İnsanın daim özünü sorğulaması, hərəkətlərinə tənqidi yanaşması adamı tükədir. Hər gün özünlə mübarizə aparmalısan. Bəli. Buna görə də insanlar nə etdilər? O inqilabi, canlı mesajı dondurub, onu yenidən əzbərlənə bilən qəlblərə, ehkamlara saldılar. Daha az düşünmək üçün inancı doqmalara çevirdilər. Və mətndəki ən qəribə, bəlkə də ən acınacaqlı məqam odur ki, bəşəriyyət hətta peyğəmbərləri belə bir-birlərinə aid etməyə başladı. Onları qutulara saldılar. Bu hissə məni doğrudan da çox təəccübləndirmişdi oxuyanda. Yəni, o sistemi quran, cəmiyyət qəliblərindən azad olan ali fiqurları yenidən alıb, dartıb, cəmiyyətin məhdud çərçivələrinə sığdırmağa çalışdılar. İnsan egosu doğrudan da dəhşətlidir. İnana bilmirəm. Çox qorxuncdur. Biz yeni və ali bir həqiqətlə qarşılaşanda onu öz zirvəsində qəbul edə bilmirik. İnadla onu aşağı çəkmək, o bizim kiçik kopyalanmış beynimizin ölçülərinə uyğunlaşdırmaq istəyirik. Çünki başqa cür həzm edə bilmirik. Sanki deyirik ki, mən bu ali səviyyəyə qalxa bilmirəm, gəl bunu öz kiçik və dar dünyama qədər alçaldım ki, başa düşün. Çox gözəl ifadə etdin bunu. Müəllif bunu mətndə insan təbiətinin sevər aidiyyatı olmayan yerdən uzaqlara məskən salmaq istəyi kimi təsvir edir. Biz tanımadığımız, idarə edə bilmədiyimiz hər hansı bir yenilikdən qorxuruq. İnsan həmişə bilmədiyindən qorxur. Dəqiq. Buna görə də kimsə tamamilə fərqli,
işıqlı bir fikir səsləndirəndə bizim ilk reaksiyamız onu dinləmək olmur. İlk reaksiyamız onu hansısa mövcud ideologiyaya, qrupa, keçmişdəki bir izmə aid etmək olur. O adamı bir qutuya salırıq ki, aha, sən deməli filan qrupdansan. Etiketləyirik dərhal. Bəli, etiketləyirik. Çünki onu qutuya salanda artıq biz o fikri anlamaq, təhlil etmək əziyyətindən qurtulmuş oluruq. Beynimiz rahatlayır ki, hə, bu onlardandır. Və bax, bu yolla həmin o orijinal mesajın bütün saflığı, bütün qüdrəti təhrif olunur, məhv edilir. Yəni, belə çıxır ki, əvvəlcə peyğəmbərlər və dahilər gəlir, kütləni oyanmağa çağırır, kütlə isə sonradan elə o dahilərin adından istifadə edərək yeni kopyalanmış sistemlər qurur. Bu, doğrudan da çox bədbin və sonsuz bir dövrədir. Heyf ki, reallıq budur. Bəs bütün bu qaranlıq mənzərədən çıxardığımız əsas nəticə nədir? Yəni, biz bugün əslində bir neçə vərəqlik qısa, amma fəlsəfi cəhətdən adamı sarsıdan bir mətn incələdik. Kainata bənzərsiz bir ruhla gəlib, sonradan özümüzü başqalarına necə aid etdiyimizdən danışdıq. Kopyalanmış beyinlərdən danışdıq. Hə, günəşin yandırıcı işığındansa o ayın ikinci əl, zəif işığına qane olmağımızın səbəblərini açdıq. Və mesajı deyil, sadəcə statusu mühakimə edən cəmiyyətin nə qədər kör olduğunu gördük. Bütün bunlar sadəcə tarixi bir analiz idi, yoxsa... Bəli, sadəcə tarix deyil. Bu, bütövlükdə insan təbiətinin və bax elə bugünkü müasir cəmiyyətimizin çox kəskin bir diaqnozudur. Biz texnologiyada bəlkə minlər irəliləmişik, amma psixoloji olaraq hələ də o kopyalanmış vərdişlərin quluyuq. Və müəllif mətnin sonuna doğru bunu sadəcə bir xəbərdarlıq kimi yox, qaçılmaz bir nəticə kimi təqdim edir. Bəli, mətnin sonu məni şəxsən çox təəccübləndirdi. Müəllif arqumentlərini çox sərt və açıq bir bəyanatla yekunlaşdırır. O yazır, necə idi? Deyir, mən şəxsən açıq deyirəm, böyük yaradan axırda bu bəşəriyyəti bu yer kürəsinə aid etməyəcəkdir. Çox sarsıdıcı bir sondur. Dəhşətlidir. Bütün varlığımız boyu biz hər şeyi, hər kəsi, hətta ən ali inanclarımızı belə cılız qruplara, məhdud kimliklərə aid etməyə çalışdıq. Və sonda bəşəriyyətin cəzası nə olur? Böyük yaradanın bizi bu yer kürəsinə aid etməməsi, bütün o uğrunda vuruşduğumuz aidiyyətlərdən məhrum olmaq. Burada böyük bir kosmik ironiya var. Çox haqlısan. Burada böyük bir kosmik ədalət, qaçılmaz bir nəticə təsvir olunur. Əgər bir növ olaraq biz özümüzə verilən o bənzərsiz, orijinal potensialı, yəni o günəş işığını rədd ediriksə və daim başqalarının kölgəsi kimi yaşamağı seçiriksə, o zaman mövcudluq baxımından heç bir əsl dəyərimiz qalmır. Orijinal deyilsənsə, deməli yoxsan. Tam olaraq. Özün ola bilmirsənsə, deməli sən əslində yoxsan. Və əgər yoxsansa, təbii ki, bu yer kürəsinə də aid ola bilməzsən. Kainat sanki orijinallığını itirmiş, sadəcə bir-birini kopyalayan bu lüzumsuz əks-səda otağının nəhayətində sıfırlayır, silib atır. Bilirsən, bu məqam məndə çox böyük bir fəlsəfi sual yaradır. Mətn bizi kopyalanmış olmaqda günahlandırır, amma gəl mən burada biraz şeytanın vəkili kimi çıxış edim. Aha, buyur, maraqlıdır. Biz deyirik ki, insan öz orijinal mənliyinə, o saf halına qayıtmalıdır. Lakin bu reallıqda mümkündürmü? Ax, sən də qeyd etdin, biz sosial varlıqlarıq. Doğulduğumuz andan etibarən ailəmizin dilini, cəmiyyətin qaydalarına, oxuduğumuz kitabların fikirlərini istər-istəməz mənimseyirik. Bəli, bu qaçılmazdır. Əgər biz bütün bu xarici təsirləri, o aidiyyətləri qazıb çıxartsaq, geriyə tamamilə təcrid olunmuş, heç mədən təsirlənməmiş bir orijinal mən qalacaqmı ümumiyyətlə? Yoxsa biz zaten bütün bu təsirlərin unikal bir mozaikasıyıq? Bax, bu olduqca dərin bir debat mövzusudur. Bəzi mütəfəkkirlər deyə bilər ki, xeyr, saf, toxunulmamış bir orijinal mən yoxdur, biz sadəcə yığdığımız təcrübələrin cəmiyik. Amma məncə müəllifin burada vurğuladığı məsələ sifil təsirə məruz qalmaq deyil. Yəni cəmiyyətdən tamamilə qopmaq, dağa çəkilmək deyil. Bəs nədir? Problem o təsirlərin içində itib batmaq, onların sənin tənqidi düşüncəni əvəz etməsinə icazə verməkdir. Sən mozaika ola bilərsən, amma sən mozaika olduğunu dərk etməli və hansı parçanı o şəklə qoyduğuna şuurlu qərar verməlisən. Şuurlu seçim etməlisən. Bəli. Kopyalanmış beyin isə şəkli bütövlükdə kimdənsə kopyalayır, özü heç nə yoxmur. Fərq şuurdadır. O, ay işığının fərqinə varıb, yenidən günəşə baxa bilmək cəsarətindədir. Yəni, fərq
kor-Korani aid olmaqla şuurlu şəkildə formalaşmaq arasındadır. Tam olaraq belədir. Çox maraqlıdır. Doğrudan da çox dərin mövzudur. Elə isə bu sarsıdıcı analizimizi yekunlaşdırarkən mən sizə, bəli, hazırda qulaqcığını taxıb bizi dinləyən, hər zaman sual verməkdən qorxmayan və işığı axtaran sizə səslənirəm. Məncə onlara yaxşı bir sualımız var. Sizin məhz bu mövzunun işığında tək başına düşünəcəyinizi ümid etdiyim bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər doğrudan da beynimiz qənaət etməyi sevirsə və biz fərqində olmadan minlərlə insanın düşüncəsini kopyalayaraq yaşayırıqsa, təsəvvür edin ki, bu an cərrahi bir dəqiqliklə indiyə qədər həyatınızda sizə aid edilmiş hər şeyi kəsib atırsınız. Hər şeyi. Bəli. Ailədən gələn adətləri, cəmiyyətin doğrularını, sosial şəbəkələrdəki o qəzəbli əks-səda otağını, statuslara olan saxta hörmətinizi, bütün bu qatları soysaq, o kopyalanmış səsləri tamamilə bağlasaq, yerdə qalan o təmiz, heç kimə aid olmayan orijinal siz kimsiniz? Ağır sualdır. Özdə çox. Və ən əsası, əgər bugün ayın o rahat və yalançı işığını yansıtmağı dayandırıb, başınızı qaldırıb birbaşa o yandırıcı günəşə, yəni tam həqiqətə baxmağa cəsarət etsəniz, orada nə görərdiniz? Məncə hər kəs fərqli amma çox real bir şey görərdi.